Salam əziz izləyicilərimiz, praktik üsullarla misal həllərinə davam edirik. Praktik üsullar təkcə qəbul imtahanlarının suallarında deyil, bir çox yerlərdə istifadə etmək olur. Bildiyiniz kimi ayın 15-də, yəni bazar günü Respublika Fən Olimpiyadalarının ilk mərhələsi keçirilmişdir. Bugün sizlərlə həmin Fən Olimpiyadasında 11-ci siniflərə verilmiş test tapşırıqlarının praktik həll üsullarına baxasıyıq. Burada verilmiş ilk sualımız belədir. X bərabərdir 4y plus 5 və y bərabərdir 6z plus 4 olduğu məlumdur. X ədədini 12'ye böldükdə alınan qalığı tapın. Bu sualı praktik olaraq ədəd verməklə həll edəcəyik. Yəni z bərabərdir 1 olsun. Əgər z bərabərdir 1 olarsa, y bərabərdir 6 vurulsun 1 üstəgəl 4. Yəni y 10 olar. O zaman y 10'dursa buradan x'i biz tapa bilərik. X bərabərdir 4 vurulsun y 10 olduğu için y'in yerine 10 yazsak 4 vur 10 üstəgəl 5, yəni x bərabərdir 45 tapmış olarıq. Bizə x ədədini 12'ye böldükdə alınan qalığı tapın deyir. 45'i 12'ye bölsək, bildiyiniz kimi 3 dəfə yerləşər. 3 dəfə 12'nin 36 və 45'dən 36 çıxsaq 9 qalar. Deməli x'i 12'ye böldükdə qalığımız 9'dur. Doğru cavab Y variantı olacaq. İkinci sual, x, y və z ədədləri müsbət ədədlərdir. X üstəgəl y üstəgəl z bərabərdir 1 olarsa, verilmiş ifadənin ən kiçik qiymətini tapın. Burada verilən kəsirlərlə diqqətlə baxsaq, kəsirlərin hər biri bir-birinə çox bənzəyir. Sadəcə birində x, birində y, digərində isə z dəyişəni verilmişdir. Kəsirlər bir-birinə bənzədiyi üçün burada verilmiş x, y və z ədədlərini bir-birinə bənzərliyini biz yaza bilərik. Bu ədədlərin bənzərliyini necə yaza bilərik? Təbii ki, bunların bərabərliyini yazarıq. X bərabərdir, y bərabərdir, z. Praktik olaraq bunu yazsaq, deməli y-in də z-in də yerinə x yaza bilərik. O zaman x üstəgəl x bərabərdir 1 almış oluruq. Yəni 3x bərabərdir 1, x bərabərdir 3'də 1 almış olarıq. Yəni x də y də z də hər biri 3'də 1 olar. Bu ifadələrdə x, y də z-ə bərabər olduğu üçün burada y-lərin və z-lərin yerinə biz x yaza bilərik və yaxud da 3'də 1 yaza bilərik. Deməli onda 2 minus x bölünsün 3 plus 2x üstəgəl yenə y-in də yerinə x yazsaq 2 minus x bölünsün 3 plus 2x üstəgəl 2 minus 2x bölünsün 3 plus x bərabərdir. Burada 3 dənə eyni kəsir almış olduq. Deməli 3 vurulsun 2 minus 2x bölünsün 3 plus x almış olarıq. X'ə 3'də 1 tapdıq. X'in yerinə 3'də 1 yazsaq 3 vurulsun 2 minus 3'də 1 və 3 plus 3'də 1. Bu kəsiri sadələşdirsək 3 vurulsun surətdə 2'dən 3'də 1 çıxsaq 3'də 5 almış olarıq. 3'ün üstünə 3'də 1 gəlsək 3'də 10 almış olarıq. Bərabərdir 3 vurulsun kəsirli ifadəni kəsirli ifadəyə böldə bildiyiniz kimi ikinci kəsir sürətlə məxrəcin yeri dəyişəcək. İkinci kəsirin tərsinə vururuq. Yəni onda 3'ə vurmalıyıq. 3'lər ixtisar gedər. 5 ilə 10 ixtisar gedər. 2 qalar. Deməli 3 vurulsun 2'də 1. Yəni 3 bölünsün 2. Almış olarıq. Doğru cavab C variantı olacaq. Davam eləyək. İfadəni sadələşdirin deyilir. Deməli burada bizim kanalımızı izləyənləriniz varsa biz əvvəlki praktik üsullarda belə bir misal nümunəsi paylaşmışdıq. Əgər verilən ifadədə məxrəcdə verilən ifadənin və ya ədədin qüvvətləri əks ədədlərdirsə, biz demişdik ki, burada
bu ifadelerle işimiz yoktu. Bunları atırıq. Bizim baxacağımız sadəcə sürət bölünsün məxrəzdəki ədəd. Sürətdəki ədəd bölünsün məxrəzdəki ədəd olurdu bunun cavabı. Yəni 2 bölü 1 2 olurdu. Bu verilən ifadəni də eyni şəkildə yaza bilərik. Gördüyümüz kimi burada da məxrəcdə verilən ifadələrdə 25-x və 25-x qüvvətlər əks ədədlərdir. Eyni şəkildə 5-x, 5-x. Burada da 5-x və yenə 5-x ədədləri var. Yəni gördüyümüz kimi qüvvəti x ilə verilən ifadələr əks qüvvətlidir. Ona görə bizim bunlarla işimiz yoxdur. Biz ancaq nəyə baxacaq? Sürətdəki ədəd bölünsün məxrəcdəki ədəd. Yəni 1 bölü 1 cavab 1 olacaq. Misal bu qədər sadə misaldır. Burada ikinci praktik üsuldan da istifadə edə bilərik. Əgər bu ağlımıza gəlməzsə, biz ən yaxşı halda x-ə 0 verib misalı həll edə bilərik. Yəni, əgər biz x-ə 0 versək, onda 25 üstü 0, 5 üstü 0, 5 üstü 0 yenə və yenə 5 üstü 0 olacaq. Buradakı hər bir x'in yerinə 0 yazmalıyıq. 25 üstü 0 1'dir. 5 üstü 0 da 1'dir. Deməli, birinci kəsir 3'də 1 olacaq. Üstəgəl, ikinci kəsirdə də 5'də 0 1, 5'də 0 1 və yenə üstəgəl 1. Deməli, yenə 3'də 1 alarıq. Üçüncü kəsirdə də 25'də 0 1, 5'də 0 1 və burada da 1 var. Deməli, yenə 3'də 1 alarıq. 3 dənə 3'də 1'i toplasaq, yenə doğru cavabı 1 almış olarıq. Yəni, doğru cavab A variantı olacaq. Növbəti sual, boş olmayan A və B çoxluqları üçün məlumdur ki, N, A və B çoxluqlarının birləşməsi bərabərdir 6 vurulsun N, A və B çoxluqlarının kəsişməsi bərabərdir 2 vurulsun N, A və B çoxluqlarının fərqi. Olarsa, N, A və B çoxluqlarının kəsişməsi tək sadə ədəd olarsa, N, A və B çoxluqlarının birləşməsinin mümkün ən kiçik qiymətini tapın. Bildiyiniz kimi N çoxluqlarda sayı göstərir. Yəni, N, A və B çoxluqlarının birləşməsi A və B çoxluqlarının birləşməsində olan elementlərin sayını göstərir. Bu say həmin çoxluqların kəsişməsindəki elementlərin sayının 6 mislinə, fərqinin isə 2 mislinə bərabərdir. Burada bizə A və B çoxluqlarının kəsişməsinin tək sadə ədəd olduğu deyilir. Tək sadə ədədlər hansılardır? 3, 5, 7, 11 və s. Ən kiçik tək sadə ədəd hansıdır? Ən kiçik tək sadə ədəd bildiyiniz kimi 3'ə bərabərdir. Bundan kiçik tək ədəd var, 1'dir. Ancaq 1 nə sadə deyil, nə də mürəkkəb deyil. Ona görə A kəsişmə B-nin ən kiçik 3 aldığını deyə bilərik. O zaman A və B kəsişməsində, birləşməsindəki elementlərin sayı 6 vurulsun 3, ən kiçik 18 olar. Burada artıq A və B çoxluqlarının fərqinə baxmağa ehtiyac yoxdur. Sadəcə A və B çoxluqlarının kəsişməsindəki elementlərin sayının ən kiçik qiymətini tapmaq kifayətdir. Ki bu da tək sadə ədəd olduğu üçün ən kiçik qiyməti 3'ə bərabərdir. Davam edək. Növbəti sual x üstəgəl y üstəgəl z bərabərdir 12. Y kvadratı üstəgəl z kvadratı bərabərdir x kvadratı. Y vurulsun z bərabərdir 12 olarsa tənliklər sistemini həll edin və x'in qiymətini hesablayın. Biz burada y kvadratı üstəgəl z kvadratı bərabərdir x kvadratı. Bu tənlikdən praktik olaraq istifadə eləyəsik. Burada düzbucaqlı üçbucaqda 3, 4, 5 üçbucağını xatırlayaq. Bildiyiniz kimi 3, 4, 5 üçbucağı düzbucaqlı üçbucaqda çox məşhur üçbucaqlardan biridir. 3'ün kvadratı üstəgəl 4'ün kvadratı bərabərdir 5'in kvadratını verir. Deməli buradan biz y'in 3, z'in 4 və x'in 5 olduğunu deyə bilərik. Onda y 3 olarsa z
4 olarsa ve x 5 olarsa bunların cəmi 12. 3 vurulsun 4 ise yine 12 olduğunu görürük. Deməli x buradan 5 olduğunu rahatlıkla tapa bilərik, praktik olarak deyə Deməli ikinci tənlikdən 3, 4, 5 3 bucağını xatırlamaq kifayətdir. Davam eləyək. Növbəti sual a minus b bərabərdir pi böl 6 olarsa tangens 2a minus b vurulsun tangens a minus 2b ifadəsinin qiymətini hesablayın. Çoxu şagirdlərin trigonometrik ifadələrdən xoşu gəlmir. Ancaq biz bu ifadənin praktik üsulla necə rahat həll olunduğunu göstərəcəyik. Deməli biz burada tangens 2a minus b veya tangens a minus 2b açılışlarına baxmayasıyıq. Praktik usuldan bu şəkildə istifadə edəcəyik. Deməli pi böl 6 30 dərəcə olduğunu bilirsiniz. Yani pi 180 derece olduğu için 180'de 6'ya bölsek 30 derece almış olarak. Farkı 30 derece olan iki bucak götüresi A 90 derece olsun. B ise 60 derece olarsa 90'dan 60 çıksak hakikaten 30 dereceni almış olarak. O zaman A'nın yerine 90, B'nin yerine 60 derece yazak. Deməli tangens 2 vurulsun. A 90 derece olduğu için 2 vur 90 180 çıxılsın. B'de 60 derecedir. 180'dan 60 çıxsaq 120 derece almış olarıq. Tangens 120 vurulsun. Tangens yine 90 çıxılsın. 2 vurulsun 60. Yani 90 çıxılsın 120. O da mənfi 30 derece olacaq. Deməli tangens 120 vurulsun. Tangens mənfi 30. Tangens 120. Tangens 180 çıx 60 olduğu üçün mənfi tangens 60 derece yazabilirik. Vurulsun tangens mənfi 30 elə mənfi tangens 30 deməkdir. Bərabərdir. Tangens 60 derecede kök 3 alır. Burada mənfilər bir-birinə vursaq müsbət olacaq. Tangens 60'da kök 3. Tangens 30'da ise 1 böl kök 3 alır. Burada da kök 3'lər ixtisar gedər. Doğru cavab 1'e bərabərdir. Cavab C olacaq. Bu dərslik bu qədər. Növbəti sualların da praktik həllərini paylaşacağım. Bizi izləməyə davam edin. Sağ olun.